2 gün boyu həmçinin çox maraqlı müzakirələrlə yadda qaldı. Qlobal Cənub QHT-ləri iqlim dəyişikliyi ilə mübarizədə qeyri-hökumət təşkilatlarının rolu, eyni zamanda D8 formatında QHT-lərin görüşü, Bandung prinsipləri və Bandung ruhu, suverenlik mövzularında, eyni zamanda fake xəbərlərlə mübarizə mövzularında müzakirələr apardılar və artıq müzakirələrin son günündəyik. Bugün həmçinin İki tərəfli formatda memorandumlarla yadda qaldı. Agentlik Çin və Özbəkistan qeyri-hökumət təşkilatları ilə, Azərbaycanın müxtəlif yerli qeyri-hökumət təşkilatı isə 7 xarici qeyri-hökumət təşkilatı ilə anlaşım memorandumları imzaladı. Bundan sonra da agentliyin Qlobal Cənub qeyri-hökumət təşkilatları ilə və ayrı-ayrılıqda Azərbaycanın yerli QHT-lərinin bu formatda əlaqələri davam edəcək. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da təşəbbüs və ideyalarının dəstəklənməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. Əminəm ki, yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın müxtəlif beynəlxalq təşkilatlarda BMT-də daxil olmaqla səsinə çevriləcək.